Herkese salam. Siz de musiqi nəzəriyyəsi fənnini öyrənmək istərsinizsə, onda düzgün ünvandasınız. Eləsə gəlin keçək yeni dərsimizə. Dərsimiz olacaq 3 tonlu intervallar. Keçən dərs xassiyyətli intervallarla tanış olduq, nə olduğunu öyrəndik. 3 tonlu intervalları da keçək. 3 tonlu intervallar nədir? Pillə sayı ya 4 ya 5 olmalıdır. Keyfiyyəti ölçüsü 3 ton olmalıdır. Bunlar artıq olur 3 tonlu intervallar. 2 dənədir. Artırılmış kvarta, əksildilmiş kvarta. Deməli, əksildilmiş kvinta üzr istəyirəm. Əksildilmiş kvinta. Artırılmış kvarta, əksildilmiş kvinta. Əksildilmiş kvinta artırılmış kvartanın dönməsidir. Natural major qammasına nəzər yetirək yenidə. Natural major qammasında 4-cü pillə artırılmış kvarta olacaq. Art indeksində 4. Bu artırılmış kvartanın işarəsidir. 7-ci pillədə natural major qammasında əksildilmiş kvinta intervalı olacaq. Əksildilmiş kvintada əks indeksində, yəni aşağısında 5 yazılır. Deməli, art 4 artırılmış kvarta, əks 5 əksildilmiş kvinta. Suallarda verir, bizə belə verir. Artırılmış kvarta yazmırlar. Art 4 yazılır, əksildilmiş kvinta yox, əks 5 yazılır. Yəni, yadınıza saxlayın ki, qarşınıza çıxanda, yəni nə olduğunu bildiyiniz halda işarəni bilmədiyiniz üçün yaza bilməyəsiniz. Belə bir hal olmasın. Baxın, burada verib bizə nöqtətrində C-dur qammasında verib bizə, yəni ki, natural major qammasında da. Burada verib bizə, aydın şəkildə verib. Artırılmış kvartada göstərib bizə birinci. Artırılmış kvartanın 4-cü pilləsi. 4-cü pillədən başlayır, sonradan bitir 7-ci pillədə. O bir də 7-cidə başlayır, bitir sonra. Notlara baxın oradan. Sayırsınız da, elə bil ki, arasında ton məsafəsi buraxırsınız. Məsələn, burada əksildilmiş kvinta yazılanda da baxın, sonuncu düşüb si notuna. Not cəhdinə baxın, burada var ha, o. Si notuna düşüb burada. Si, sonra do olmalıdır orada. Re, mi, fa. Fa da bitəcək. Bu si-də başladı. Bu fa-da bitəcək. İndi bir də dissonans intervallardır. Bunu yanınıza saxlayın. Dissonans intervallardır. Natural olanda diatonikdir, harmonikdə isə elə harmonik intervallardır. Burada natural və harmonik növlü qammalarda, yəni majorda, minorda 3 tonlu intervalın qurulma cədvəlidir. Bunu ya ekran görüntüsünü alın, ya bir yerə qeyd edin. Çox lazım olacaq bu gələcəkdə sizə musiqi istəyirsinizsə əgər. Deməli, 3 tonlu intervallardır verib bizə. Artırılmış kvarta, əskildilmiş kvinta intervalları. Natural majorda artırılmış kvarta 4-cü pillədə qurulur. Əksildilmiş kvinta natural majorda 7-ci pillədə qurulur. Harmonikdə, harmoniki göstərmədim pianoda, çünki deyirəm də, yəni şifahi olaraq da. Harmonikdə qurulanda isə yenə də artırılmış kvarta intervalı 4-cü pillədən qurulur. Sadə olaraq 4-cü pillədən qurulur. 4-cüdən qurulur, sadə 4-cüdən. Amma əskildilmiş kvinta intervalı naturalda, natural majorda 7-ci pillə idi. Harmonikdə diyez olacaq da, zilləşəcək. Bir də var 3 tonlu intervallar natural minor qammasına baxaq. Bu majorda indi minorda baxaq. Minorda baxanda artırılmış kvarta intervalı minorda başlayır 6-cı pillədə. Bayaq mən majorda baxdım. Natural major qammasında baxdım, göstərdim sizə. Minorda göstərmədim ki, minoru burada şifahi deyəcəm ona görə. Ki özünüz baxın da, indirin bu piano proqramını. Prefect Piano'dur proqramın adı. Yazsaz, yəni piano yazan kimi Play Store'dur, Play Market'sə yazırsınız ora. Hamısı çıxır da, yəni bilmirəm hansı proqramda, oraya yazsız çıxır. Yükləmədə, yəni indirmədə. Hər telefonda fərqli olur da. Deməli, artırılmış kvarta intervalı natural minor qammasında 6-cı pillədən qurulur. Amma harmonik majorda qurulur 6-cı pillə özdə bemol. Baxın, artırılmış kvarta intervalı natural major qammasında 4-cü pillədən qurulur. Natural minor qammasında 6-cı pillədən qurulur. Harmonik minor qammasında 4-cü pillədən qurulur. Harmonik major qammasında 6-cı pillədən bemolla qurulur. Yəni bemol olur, 6-cı bemol olur, bəmləşir. Amma əks edilmiş kvarta intervalı
Natural majorda 7-ci pillədən qurulur. Harmonik majorda qurulur, deməli, 2-ci pillədən. Amma ki, harmonik minorda 7-ci pillə diyez olur, qurulur. Natural minorda isə 2-ci pillədən qurulur yenə. Yəni ki, bu asandır. Üç tonlu intervallarda natural majordan harmonik minor eynidir. 4-cü pillədən qurulur. Artırılmış kvart intervalında. Artırılmış kvartanın natural majoru 4-cü, natural minoru 6-cı pillə. Artırılmış kvart intervalının harmonik minoru 4-cüdən, harmonik majoru 6-cı pillə bemoldan qurulur. Əskildirilmiş kvintanın 7-ci pillədən qurulur natural majorda, natural minorda 2-ci pillədən, harmonik minorda 7-ci pillə diyezdən, harmonik majorda 2-ci pillədən. Burada natural minorun harmonik major eynidir bir-birinə. Bir də tonallığın tapılması var. Tonallığı tapmaq necədir? 3 tonlu interval səsdən qurmaq var da, bilirsiniz. Burada tonallığı necə tapacaqsınız? Öncəliklə əsərin tonallığının tapılmasını keçməmişsiniz. Üç səslər bölməsindən sonra keçilir. Üç səslər bölməsinə də ki, bundan sonra bölmə üç səslər gəlir də. Yəni belə keçsə biz elə təxminən bir mart ayına qədər qamma mövzusunun üzərində qalacağıq. Artıq ilimiz də tamam olur. Yəni ki, təxminən 1 ildir ki, bu kanalı açmışıq. Mart ayına qədər qamma mövzusunu davam etdirəcək. Sonradan keçəcək üç səslilər, septakorlar, çox muzikal belə, nəysə. Deməli, üç səslilərin içində keçəcək. Yəni qammadan sonra üç səslər bölməsi gələcək, onu keçəcək. Bu bölmənin adı qammadır, yoxsa majoru minoru keçmişsiniz, bilirsiniz. Hələ kvinta dairəsi falan da var. Onlarda qəliz mövzular, çətin deməyək, mürəkkəb deyək. Əsərin tonallığını tapanda açar işarəsinin qarşısındakı işarəyə baxırsınız, ən sondakı nota baxırsınız. Əsərin əvvəlində, əsər başlayanda, elə bil ki, birinci xanədə verilim skripka çarıdır və ya basso çarı, onun qarşısındakı işarəyə baxırsınız. Diyezdir, bemoldur. Diyezdir məsələn, diyezdir. Bir də əsərin sonundakı xanəyə. Burada xanə verilib, baxın, C-dur qammasında. Harmonik yazılıb ayı qarşısında o. Siz ona baxıb qərar verə bilmərsiniz. Onun qarşısında açar var. Onun işarəsində tutaq ki, diyez var da tutaq ki. Bunun sonunda baxın diyezdir. 2 dənə not üst-üstə yazılıb. Birinci xanəni deyirəm mən. Onu siz o üst-üstə yazılan diyezə baxın. Aşağıda bemol var ona baxırsınız siz. Yəni ki, əsər laf 3 səhifə olsun, 10 səhifə olsun, 5 səhifə olsun. Səhifə tutaq ki 19-dur məsələn. Səhifə 19-da əsərin başlığı verilib. Birinci xanəyə baxırsınız, skripka çarının qarşısında. Diyez verilib, diyezi yadla saxladınız. Keçirsiniz, 21-ci səhifədə qurtarır bu əsər. 21-ci səhifəni açırsınızsa, 20-ci səhifəyə baxmırsınız və ya o 19-cu səhifədə baxdığınız açar işarəsinin qarşısında işarə olan xanənin sonuna baxmırsınız. Bütün əsərin sonundakı xanənin son notuna baxırsınız. İstəyir sol major olsun, do major olsun, mi minor olsun. İstənilən do majorda, la minorda işarə yoxdur da, üzr istəyirəm. Sadəcə əvvələ baxıb qərar verməyin. Baxın bu əsərin sonuna da ən çox edilən səhvlərdən biridir ki, tonallığı tapılanda əsərin ancaq əvvəlinə baxırlar. İndi deyəcəm ki, əvvəlinə baxıb nə anlayacaqsınız? Bunları bildiyəndən sonra nə edəcəksiniz? İndi daha öz dərsimizi yarıda qoyub keçməyin də əsərin tonallığına. 3 tonlu intervalı səsdən qurana tonallığı necə tapırsınız? Natural majorda harmonik minordur. Deməli, öncə nə edirsiniz? Artırılmış kvarta intervalının zirvəsini keçirirsiniz, yarım ton yuxarı apardınız. Amma əksildilmiş kvintanın əsasını, orada əsası yarım ton bəmləşdirirsiniz. Bəmləşdirirsiniz yəni ki, bəm yox, zilləşdirirsiniz. İkisində də yuxarı aparılır, fərqi yoxdur. Yuxarı istəyə aparılır. Əsas odur. Bir də var, natural minor və harmonik majorda. Bunlar bir yerdə gedir. Bax, natural major və harmonik minor, natural minor və harmonik major. Bunları belə yadda saxlayın. Bayaq məndə dedim sizə açıqlamaq üçün o cədvəl var idi ya, qurmaq üçün cədvəl orada. Orada qarışdırmasınız ki, bu niyə natural major, harmonik minor verib yanında elə natural major, harmonik major, natural minor, harmonik minor versin də. Amma belə deyil, belə yazılmalıdır. 3 tonlu intervallarda. Ümumiyyətlə yəni belə yazılır. Artırılmış kvart intervalında natural minor və harmonik majorda. Zirvəsi tonallığın ikinci pilləsi olur. Yəni öz
özünə mənsub olan, öz aid olduğu tonallığın ikinci pilləsinə düşür. Əskildirilmiş kvintada əsası orada da elə aid olduğu tonallığın, yəni ikinci pilləsinə düşür də. Aid olduğu tonallıqlar mövcudda bildiyiniz kimi. Zirvəsi bir ki artırılmış kvartada da, əksildirilmiş kvintada da ikinci pillədə aid olduğu tonallıq. Amma ki artırılmış kvarta intervalında zirvəsi aid olduğu tonallığın ikinci pilləsidir. Əksildirilmiş kvintada əsası aid olduğu tonallığın ikinci pilləsidir. Bayaqda natural major və harmonik minorda da, natural minor və harmonik majorda da. İkisində də artırılmış kvarta zirvədən baxırsınız. Zirvədən yarım ton yuxarı aparıldı. İkincisində də ki, zirvəsi aid olduğu tonallığın ikinci pilləsi oldu. Zirvəsi. Amma əksildirilmiş kvintada həm natural major və harmonik minorda, həm də natural minor və harmonik majorda əsasdan istifadə edirik. Birincidə əsası yarım ton yuxarı apardıq. İkincisində əsası aid olduğu tonallığın ikinci pilləsi olmuş oldu. Not sətirdə verilib aşağıda baxa bilərsiniz xanədə. Nümunə olaraq verib sizə. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm dərsi, videonu bəyəndiniz. Bəyəndirsə kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun, hələlik gələn dərslərə qədər.